Ağarttı saçlarını evlad etkisi ananın, kararttı dünyasını evlad etkisi ananın. Kurban etti torpağına vətənin evladını, en uca zirvelere yazdırdı ana adını. Kurban etti torpağına vətənin evladını, en uca zirvelere yazdırdı ana adını. Şehit anası, ne olar akıtma gözyaşını. Şehit anası, məğrur dayan uca tut başını. Sen unutma ki bizim de anamızsan, canımızsan, gayretimiz, vicdanımız, kanımızsan. Şehit anası, ne olar akıtma gözyaşını. Şehit anası, kurban olum uca tut başını. Sen unutma ki bizim de anamızsan, canımızsan, gayretimiz, vicdanımız, kanımızsan. Ana gözleyir evlat yolunu, yeniden görmeyi ister oğlunu. Geceler gündüzler ağlamaktan, söndürüptür gözünün nurunu. Ana gözleyir evlat yolunu, yeniden görmeyi ister oğlunu. Geceler gündüzler ağlamaktan, söndürüptür gözünün nurunu. Şehit anası, ne olar akıtma gözyaşını. Şehit anası, məğrur dayan uca tut başını. Sen unutma ki bizim de anamızsan, canımızsan, gayretimiz, vicdanımız, kanımızsan. Şehit anası, ne olar akıtma gözyaşını. Şehit anası, kurban olum uca tut başını. Sen unutma ki bizim de anamızsan, canımızsan, gayretimiz, vicdanımız, kanımızsan. Rəhmətlik də eyni batalyonda, eyni taburda başqa bir bölgə pirovu aldı. Yəni bilməm o səbəbini olmadı. Yəni az müddətdə tanımışam. Ancaq hər bir əskərimin bir komandir kimi bordum olur ki, hər bir əskərinin döyüş haqqında mən bilirəm. Rəhmətlik də yaxşı döyüşlərdə, kollektiv arasında qəşəng, yaxşı yaxşı belə deyək də, qanacaq mərfətinə görə, qabiliyyətinə görə yaxşı ad çıxardan əskərlərdən biri olmuşdu. Bugün mənim çətindir bunun haqqında danışmaq. Tək bunun haqqında yox, Faik haqqında yox. Ümumiyyətlə döyüş, nədir, şəhidlər haqqında. Əslində, şəhidin həmişə işıqlıdır, ruhu qarşısına baş ərik hər birisinin. Şəhid məzarı, şəhid olan yer, mənim məsələn, əskərlikdə olanlar da, daxili qoşunlar, bütün hamısı yadımıza salar, tanıyır. 9 milli qəhrəmanımızdan biri sağdır. Məmmədov Sahil Aramdarov. Qalan o 8 nəfərdən ikisi bizim bölükdə, eyni hərbi hissədə qulluq eləmişik. Orada da qulluq eləmişik. Onlardan biri mənim yuxuma girir. Yahya Velşad Məmməd Hənifoğlu. Görmüşəm, məsələn, hər hansı bir işığın mənbəyi olur. Ancaq şəhidlər elə yerdədir, yuxuma elə girib.
Şəhidlər elə yerdə ki, o işığın mənbəyi yoxdur. Hər yanı yanır, günəş kimi, günəş şüası kimi, o elə bir projektor şüası kimi. Çətinliklə olsa mən onun yanına düşürəm, əlini çiynimə vurur, əlimi xeyli evladım. Elə bir hündür, əzəmətli bir kişi, mən də onun yanında bir balaca bir isimdə getmiş bir uşaq kimi. Əlini çiynimə vurur, deyir, bəs bizim namusumuz, qeyrətimiz, bəs torpağımız. Yəni, hər bir şəhidin mənim ürəyimdə böyük rolu var. Azərbaycan xalqının bu günə çatmasında, bu gün Azərbaycan xalqımızın, hər birimizin, anaların başının uzaq olmağı, Şuşa kimi bir şəhərimiz, Respublikamızın adı sayılan, baş tacı sayılan, adı olmasa qız balamız sayılan Şuşanın alınması, bütün torpaqlarımızdan azad olunması şəhidlərimizin çiynindədir. Allah hər birisine rəhmət eləsin. Düzdür, mənə ağırdı danışmaq. Həm bir daha təkrar edirəm, məktəbdə də sunur olacaq, onun haqqına, yəni şagirdlər də işlədir hələ. Orada da müəyyən çıxışlar eləməliyik, ona görə də mən tək Faiq qardaşımıza yox, Rıza Faiq qardaşımıza yox, hər bir şəhidimizin qarşısında baş əyirəm, bir komandir kimi və bu əskərlər adından, hərbçilər adından söz verirəm ki, şəhidlərimiz heç vaxt yaddan çıxmayacaq, heç vaxt biz onu unutmayacaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Seda Faiq.